gece namaz kıl. Ama gecenin yarısını, ya yarısından biraz azını veya yarısından biraz çoxunu. Allah buyurur, gecenin yarısını kıl, azını kıl, çoxunu kıl, fark etmez. Yarısından çox olar, yarısından az, o da olar. Amma ən vacib olan nədir? Allah Rəsuluna gecə üçün bir əsas göstəriş verir. Ey Məhəmməd, Qur'anı tərtillə oxu. Yəni yavaş, ahəstə düşünərək. Tələsmə, namazda keçirdiyin vaxtın miqdarı əsas deyil. Əsas odur ki, Qur'anla vaxt keçirəndə onu həzm edəsən. Niyə? Niyə vaxtın miqdarı, səhifələrin sayı, ayələrin çoxluğu əsas deyil? Sonra Allah izah edir, biz sənə ağır bir söz nazil edəcəyik. Bu elə bir kəlamdır ki, üzərindən sürətlə keçmək olmaz. Bu ağırdır, dərindir. Elə kitablar var ki, düşünürsən gündə 50 səhifə oxuyaram. Amma birinci səhifəni oxuyursan, yenə oxuyursan, yenə oxuyursan və görürsən ki, hələ həzm etməmisən. Çünki dərindir. Quran da belədir. Ağır sözlər, dərin mənalar, mürəkkəb həqiqətlər, onu yarış kimi oxumaq olmaz. Allah Rəsuluna deyir, bu ağır bir kəlamdır. Onunla tələsmə, dadını çıxar, şirinliyini hiss et, tələsmə. Peyğəmbərin Allaha yaxınlığının başlanğıc nöqtəsi gecə namazı idi. Və bu bizim üçün də ilk prinsipdir. Əgər istəyirsənsə bunu yaz, hər gün Allahla təkbətək keyfiyyətli, gizli vaxtın olmalıdır. Hamımızın Allaha məxsus, səmimi və şəxsi vaxtı olmalıdır. Allah, bizim vaxta ehtiyacımız var. Hətta 5 dəqiqə belə olsa. Sənin Allahla danışman üçün vaxt, Allahın səninlə danışması üçün vaxt, müzakirə olunmayan vaxt. Elə bir vaxt ki, əgər bunu etməsəm günüm natamamdır deyəsən. Sinəmdə boşluq hiss edərəm, narahatlıq hiss edərəm, günə davam edə bilmərəm. Sanki səhər yeməyimi yeməmişəm, ruhumun səhər yeməyini. Allah ilə bu gizli vaxtı olmayan bir gün boş gündür. Ruhən boş gündür. Belə günlər yavaş-yavaş yığılır və bir gün qəfil çöküş yaşayarsan. Birdən bir fərz namazı qaçırarsan, valideynlərinə əsəbləşərsən, bir alverdə kimisi aldadarsan. Sonra özünə deyərsən, mən necə bu nöqtəyə gəldim? Mən axı mömin insanam, mən salih insanam. Necə oldu ki, bir qaydanı pozdum? Cavab budur, günlər yığıldı. Qəlbin üzərindəki pas yığıldı, ta ki qəlb keyləşdi. Qəlb keyləşəndə insan hər şey edə bilər, çünki artıq heç nə hiss etmir. Ona görə də bu, müzakirəsizdir. Hər gün sən və Allah arasında vaxt olmalıdır. Peyğəmbərin salam gün ərzində 2 xəlvət vaxtı var idi. Diqqət yayındıran hər şeydən uzaq, bildirişlərdən uzaq, insanlardan uzaq, yalnız Allahla. Birincisi gecə namazı, ikincisi sübh vaxtı. Allah buyurur ki, sübh vaxtındakı qiraətə mələklər şahid olur. Peyğəmbərin ziyarət edəcəyi insanlar var idi. Cənazələr, qocalara xidmət, ordu idarə etmək, təşkilatçılıq işləri. Amma bütün bunlar sübhdən sonra. Sübh vaxtı, məni narahat etməyin, zəng etməyin, mesaj yazmayın, gəlməyin. Bu mənim Allahla vaxtımdır. Bu 1 saat bütün günümün istiqamətini müəyyən edir. Günüm bu saatın necə keçməsindən asılıdır. Peyğəmbərin düşüncə tərzi bu idi. Sən deyə bilərsən, yaxşı, mən təqvimdə 30 dəqiqə blokladım. Amma məsələ sadəcə vaxt ayırmaq deyil. Məsələ ürəklə gəlməkdir. Məsələ o vaxtı müqəddəs hesab etməkdir. Çünki o vaxt sənin ruhunun dirilmə vaxtıdır. Təqvimində 30 dəqiqə ayırdın. Məsələn, işadan sonra və ya sübhdən əvvəl. Yazdım, bu mənim Allahla vaxtımdır. İndi nə edim? Sənə Peyğəmbərin həyatından 3 hadisə danışmaq istəyirəm. Sanki kimsə həmin anın şəklini çəkib. O bu vaxtda nə edirdi? Birinci hadisə. Bir gün sübh namazından əvvəl bir səhabə Peyğəmbərin evinə daxil olur və onu gecə namazında Quran oxuyarkən görür. Görür ki, o qədər ağlayır ki, sanki başına bir vedrə su tökülüb. Namazdan sonra soruşur, ya Rəsulallah, sizi bu qədər ağladan nə idi? Sizi heç vaxt bu qədər hönkür-hönkür ağlayan görməmişəm. Peyğəmbər sallallahu buyurur, bilirsənmi Allah bu gecə mənə nə nazil etdi? Göylərin və yerin yaradılışında, gecə ilə gündüzün bir-birini əvəz etməsində düşünənlər üçün ibrətlər vardır. Peyğəmbər bu ayələri sürətlə oxuyub keçmədi. Onlarla vaxt keçirdi, onlar üzərində təfəkkür etdi. Ayələr onu o qədər təsirləndirdi ki, göz yaşları bütün bədənini bürüdü. Bu an qiyamətə qədər yadda qalacaq bir dərsdir. Məsələ neçə səhifə oxumaq deyil, neçə göz yaşı tökməkdir. Məsələ nə qədər tez bitirmək deyil, ayələrin qəlbdən nə qədər dərin iz buraxmasıdır. İkinci hadisə və bəlkə də gecə namazı ilə bağlı ən təsirli hadisələrdən biri. Bir gecə Peyğəmbər sallallahu bir ayəni təkrar yenə və yenə oxudu. Bütün gecəni yalnız bir ayə ilə keçirdi. Təsəvvür et ki, gecə saat 8-də başlayır və sübh namazı saat 5-dədir.
Təsəvvür et ki, 8 saat boyunca, bəli, düz 8 saat o ayaq üstə dayanıb bir ayəni təkrar edir. Səni çağırıram, bunu 20 dəqiqə sınayasan. Darıxacaqsan. İnsan necə bir qəlbə sahib olmalıdır ki, bir ayədən 8 saat zövq ala bilsin. Burada elə insanlar var ki, bir cizgi filmi izləyir, bir filmə baxır. Deyirsən, gəlin yenə baxaq. Deyir, aman Allahım, bezdirmə məni. Artıq görmüşəm, nə olacağını bilirəm. Kimsə bir oyuna baxıb. Deyirsən, gəlin yenidən xülasəsinə baxaq. Deyir, artıq görmüşəm, nə olacağını bilirəm. Bəs ayələri hər dəfə təzə-təzə dadmaq üçün nə lazımdır? Və daha maraqlısı, o hansı ayəni oxuyurdu? O bu ayəni oxuyurdu. Ey Allahım, əgər sən onları əzablandırsan, onlar sənin qullarındır. Sən buna qadirsən. Amma ey Allahım, əgər sən onları bağışlasan, həqiqətən sən qüdrətlisən, sən hökm sahibisən. Bu ayəni o, bütün gecə boyu təkrar-təkrar oxudu. Niyə? Çünki bu ayənin ona təsiri böyük idi. Aydın olur ki, onun üçün gecə namazı kəmiyyət məsələsi deyildi, keyfiyyət məsələsi idi. Bu sürətlə bitirmə yarışı deyildi. Bu təfəkkür idi. O ayələrin dadını çıxarırdı və ayələr arasında dua edirdi. Cənnəti təsvir edən ayəyə çatanda dayanırdı və deyirdi, ey Allahım, bizi cənnət əhlindən et. Cəhənnəmi təsvir edən ayəyə çatanda dayanırdı və deyirdi, ey Allahım, məni cəhənnəm odundan qoru. Peyğəmbəranə namazın əlaməti nə qədər çox oxumağın deyil, nə qədər dayanmağındır. Nə qədər çox ayə oxuduğun deyil, nə qədər az oxuyub dərindən yaşadığındır.